Dietoloq lif pəhrizinin təhlükəsindən danışdı. Dietoloq və biokimiya üzrə elmlər doktoru Max Golland sosial şəbəkələrdə yayılan mümkün qədər çox lif qəbul etmək trendinin bəzi insanlar üçün zərərindən danışıb. O qeyd edib ki, yetkin insanlar üçün gündəlik lif norması təxminən 30 qramdır. Lakin yeni trend bu rəqəmi 40-50 qrama qaldırmağa təşviq edir. Çox miqdarda lif qəbulu qarnın şişməsi, spazm, ağrı və qaz yaranmasına səbəb ola bilər. Həmçinin lifin həddindən artıq olması və kifayət qədər maye qəbul etməmək sərt nəcis və qəbizliyə gətirib çıxara bilər. Lif sağlamlıq üçün vacib olsa da, orqanizmin həddindən artıq yükə məruz qalması qaraciyər və bağırsaq sistemini yükləyə, bəzi mineral maddələrin sorulmasını azalda bilər. Bu trend xüsusilə mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün, məsələn, xron xəstəliyi və ya irritable bağırsaq sindromu olanlar üçün risklidir və xəstəliyi pisləşdirə bilər. Belə pəhriz dəyişikliklər etməzdən əvvəl həkim məsləhəti almaq çox vacibdir. Xatırladaq ki, buğda məhsulları, çörək, yulaf, makaron, paxlallar, lobya, noxud, mərcimək, meyvə-tərəvəz və qoz fındıq, badam, günəbaxan tumu lif tərkibli ərzaqlardır.